Efirimiz davam edir. ABŞ prezidenti Donald Trump'ın yaxın şərqlə bağlı planı Fələstinlilər tərəfindən bir mənalı qarşılanmayıb. Fələstinlilər Qəzza zolağının abadlaşdırılmasına etirazlarını bildiriblər. Elə biz də studiyada söhbətimizi bu istiqamətdə davam etdirəcəyik. Qonağım Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Əhməd Şahidovdur. Əhməd bəy, xoş gördük sizi. Xoş gördük. Ümumiyyətlə, son günlərdə bir sakitləşmə müşahidə olunurdu, amma hazırda yenə də Donald Trump'ın yaxın şərqlə bağlı planı var. Xüsusilə Qəzza zolağının abadlaşdırılması ilə bağlı. Əslində Donald Trump bu planla bağlı nə demək istəyir? Ümumiyyətlə, yaxın şərq bölgəsi heç vaxt sakit olmuyor. Həmişə gərgin bir bölgədir 10 illiklər boyu və konkret olaraq Donald Trump siyasəti ilə bağlı danışırıqsa, hələ Trump'ın birinci prezidentlik dövründə də yaxın şərq bölgəsi, Fələstin, İsrail münaqişəsi, ümumiyyətlə Qəzza zolağının İsrailin milli maraqlarına, təhlükəsizliyinə uyğun təmin edilməsi, yenidən dizayn edilməsi həmişə gündəmdə olub və bu ilin yanvar ayından da Trump öz səlahiyyətlərinin icrasına başlayandan sonra xarici siyasətində əsas prioritet istiqamətlərdən biri idi yaxın şərq. Heç təsadüfi deyildi ki, Ağ Evi ziyarət edən ilk hökumət başçılarından biri də Netanyahu idi və Trump'ın ona olan xüsusi diqqəti həm də ABŞ-ın xarici siyasətinin ana konturlarından biridir və bugün yaxın şərqdə Həmas və ya Hizbullah hər nə qədər zəifləsə də bölgədə Fələstinlilərin müqaviməti hələ də tam sınmayıb. Onlar öz torpaqları uğrunda, suverenliyi uğrunda mübarizəni davam etdirirlər və zaman-zaman İsrail-ABŞ müttəfiqliyi yaxın şərqlə bağlı siyasətini şərtlərə uyğun dəyişdirir və bugün Trump yeni bir planla çıxış edir və bildirir ki, Qəzza zolağı yaxın şərqin yeni rivierası ola bilər. Onun dəniz zolağında yerləşməsi, təbiəti, hava iqlimi bu münasibdir və gəlin Qəzzanı yenidən bərpa eləyə, yenidən dizaynlaşdıraq və təbii ki, Fələstinlilər bu bölgədən çıxmalıdır ki, rahat şəkildə bu tikinti abadlıq işləri aparılsın. Əslində burada məqsəd Qəzza zolağının tamamən boşaldılması və orada İsrailin nəzarətini təmin etməkdir və orada nəzərə alsaq ki, 2 milyon Fələstinli yaşayır. Həmin 2 milyon insanın Misrə, İordaniyaya və ya digər ərəb ölkələrinə köçürülməsi bu planın bir tərkib hissəsi. Təbii ki, Netanyahu iqtidarı, İsrail də bu planı dəstəkləyir, çünki elə bu planın arxasında Qəzza zolağının boşaldılmasıdır. Bu ilk növbədə Fələstinlilərin ciddi etirazına səbəb olub. Ərəb dünyasının, müsəlman dünyasının ciddi etirazına səbəb olub və ərəb ölkələri başa düşürlər ki, burada məqsəd heç də bölgəni inkişaf elətdirmək deyil, Fələstinliləri öz evlərindən çıxarmaqdır. Bu baxımdan istər Misir olsun, İordaniya olsun, Səudiyyə Ərəbistan olsun, Birləşmiş Ərəb Əmirlikləri, ümumiyyətlə müsəlman dünyası təklif edir ki, gəlin BMT-nin nəzarəti altında həmin bölgəni bərpa eləyək. Ərəb ölkələri də buna milyardlarla vəsait ayırmağa hazırdır, amma Fələstinlər öz evlərində qalmalıdır, öz torpaqlarında qalmalıdır. Təbii ki, qəbul eləmir və bu Trump'ın planı qarşısında böyük bir əngəldir və əslində Donald Trump o bölgəni belə deyək, boşaltmaqla həm də İsrailin az öncə dediyim kimi ekspansiyasına, genişlənməsinə şərait yaradır. Bu ciddi bir müqavimətlə üz-üzə qalıb, həm Fələstinlilər arasında, həm Fələstinə dəstək verən ərəb müsəlman dünyası arasında. Bu baxımdan bu planın gerçəkləşməsi hələ ki real görünmür. Odur ki, bu plan gerçəkləşməyəcək. Nəticədə bölgədə yenə eskalasiya, hərbi toqquşmalar davam eləyəcək. Bu məsələnin təbii ki, ərəb dünyası qüdsün iki ölkənin paytaxtı olması şərti ilə həllinin tərəfdarıdır. Amma hələ birinci prezidentlik dövründə bilirsiniz ki, ABŞ ilk dəfə olaraq öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürdü. Bu böyük bir qalmaqala səbəb oldu ərəb dünyasında. Təkcə ərəb müsəlman dünyasında deyil, ümumiyyətlə BMT üzvü olan bir çox ölkələr buna etiraz elədilər. Çünki Qüds Fələstinin paytaxtıdır və ölkələr bu münaqişənin iki dövlətli həll prinsipini dəstəkləyir. Azərbaycan da
bölgədə iki dövlətli həll prinsipini dəstəkləyir və Fələstinin müstəqilliyini dəstəkləyən ölkələr arasındadır. Amma buna baxmayaraq BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı, Fələstinlə bağlı artıq 300-dən artıqdır qətnamə olmasına baxmayaraq İsrail bu qətnamələrin heç birinə əməl eləmir. Bunun da əsas səbəbi odur ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan ABŞ bütün platformalarda İsraili maraqlarını dəstəkləyir. Bu həm siyasi, diplomatik, həm də hərbi sahədə belədir. Bu baxımdan bu münaqişə yalnız və yalnız hərbi yolla həll oluna bilər. Ona görə Fələstin xalqı o bölgədə öz belə deyək hüquqlarını Həmas qruplaşmasına etibar edib. Ona görə bu ötən ilin oktyabr ayından ki bu müharibə davam eləyir. Həmasın bir çox liderlərini, hərbi qanadını zərərsizləşdirməyi bacarsa da İsrail, amma yenə də Həmas öz mövcudluğunu davam elətdirir. Fərqi yoxdur, Həmas olsun, Hizbullah olsun. Bu ideologiya ki davam eləyir, Fələstin xalqı öz azadlığı uğrunda mübarizə aparır. Bu gələcəkdə də müxtəlif formatlarda, müxtəlif şərtlərdə öz mövcudluğunu davam elətdirəcək. Amma görünən odur ki, İsrail bütün beynəlxalq qanunları pozaraq, Cenevre Konvensiyasını, beynəlxalq hüququn şərtlərini pozaraq ərazini belə deyək ilhaq eləməyə, öz nəzarəti altına almağa davam eləyir və bugün də Trump'ın o planı əslində heç də bölgənin inkişafı deyil, bölgənin boşaldılmasına və İsrailə birləşdirilməsinə hesablanır. Əhməd müəllim, sizcə nə dərəcədə doğrudur ABŞ-nin bütün platformalarda İsraili dəstəkləməsi? Çünki bilirsiniz ki, Donald Trump prezident seçilənə qədər ümidlər vardı. Hətta bu yaxın şərqlə bağlı da məsələnin ədalətli həll olunacağı versiyaları irəli sürülmüşdü, amma bu olmadı. Nə dərəcədə doğru? Ümumiyyətlə, Donald Trump hələ prezident seçkiləri öncəsi bir çox qalmaqallı vədlər verirdi. Həm daxili siyasətlə bağlı, xarici siyasətlə bağlı. Daxili siyasətlə bağlı o miqrantlara qarşı qeyri-qanuni ABŞ-a gəlmiş, sərhədləri qeyri-qanuni keçmiş immiqrantlara qarşı sərt mübarizə bugün də davam edir. Bir çox vergi rüsumları, xarici ölkələrə qarşı tarif siyasəti bugün də sərt bir şəkildə davam edir və xarici siyasətində əsas prioritet məsələ Yaxın Şərq, Ukrayna-Rusiya müharibəsi idi ki, xatırlayırsınızsa deyirdi ki, mənim prezidentlik dövrümdə dünyada müharibələr olmayacaq, qısa bir müddət ərzində, hətta 24 saat ərzində Ukrayna-Rusiya müharibəsini dayandıracaq. Amma konkret tərəf saxlayır. Bəli, amma görünən odur ki, bunu bacara bilmir Donald Trump. Çünki o münaqişələr o qədər dərinləşib ki, tərəflər bir-birinə qarşı o qədər belə sərt mövqedə dayanıb ki, Ağ Evin atdığı addımlar bu münaqişələrin həlli hər hansı bir təkan verə bilmir və bu yaxın şərqdə təbii ki ABŞ prezidenti kim olmasından asılı olmayaraq ABŞ-ın dövlət siyasətinin kökündə bir mənalı şəkildə İsrailə dəstək durur. Ümumiyyətlə, İsrail bir dövlət olaraq ABŞ-ın dəstəyi olmadan bu qədər qonşuları ilə müharibə aparmaq, ərazilərini genişləndirmək iqtidarında deyil. Bu baxımdan ABŞ-ın dövlət siyasətində İsrailə sonuna qədər dəstək var. Və digər bir məsələ də Ukrayna-Rusiya müharibəsi idi ki, Donald Trump hər nə qədər çalışsa da bu münaqişənin hələ də həllinə nail ola bilməyib. Əksinə, ilk günlərdə Rusiyaya xoş gedən, Rusiyaya dəstəkləyən müəyyən mesajlar verildi. Bu, Vladimir Putinin əlini qolunu açmışdı. Daha Ukraynanın hazırki nəzarəti altında saxladığı bölgələrdir. Bütün Ukraynanı tutmaqla bağlı iddiaları ortaya çıxdı Kremlin və bugün artıq Trump administrasiyası da bu məsələdə qeyri-müəyyənlik içindədir. Artıq Rusiyaya qarşı sanksiyaların daha da genişləndirilməsi və Ukraynaya dəstəklə bağlı fikirlər var. Amma mayın 15-dəki Vladimir Putinin təklifi ilə İstanbulda Ukrayna və Rusiya liderlərinin birbaşa görüşü gözlənilir və 30 günlük atəşkəslə bağlı Putinin razılığı var. Bu artıq Ukrayna-Rusiya müharibəsində müəyyən bir ümidlər yaradıb ki, bu da Türkiyənin vasitəçiliyi ilə mümkün ola bilər. Çünki Türkiyə yeganə ölkədir ki, həm NATO üzvü olmaqla, ABŞ-la, Avropa ölkələri ilə, Ukrayna ilə çox yaxın münasibətlərə malikdir. Eyni zamanda Rusiya ilə də qonşuluq və balanslı siyasəti yürüdə bilir və Qara Dəniz hövzəsinin önəmli aparıcı ölkələrindən biridir. Çünki Avropa ölkələri ki, Rusiyaya qarşı bu sanksiyaları həyata keçirirlər, heç bir halda Avropa ölkələri bu münaqişənin həllində vasitəçi ola bilmirlər, əksinə tərəfdirlər. ABŞ isə özünün
həm də NATO ölkəsi olduğundan bu münaqişədə görünən odur ki, Trump administrasiyası ciddi addımlar ata bilmədi. Amma Donald Trump'ın da bu münaqişənin həllində təbii ki bir istəyi var. Seçki öncəsi bir verdiyi vəd var. Bu baxımdan İstanbula Trump'ın da gəlişi gözlənilir. Özü də bildirib ki, əgər Putin və Zelenski İstanbulda görüşəcəklərsə mən də orada olmalıyam. Hər halda özü də maraqlıdır bu. Yəni maraqlıdır, həm də istəyir ki, bir verdiyi sözü əməl eləsin, tarixə adını yazdıra bilsin ki, Ukrayna-Rusiya müharibəsində birbaşa olmasa da dolayısıyla ABŞ-ın iştirakı oldu bu Sizcə sülhə. bu görüşdən nələr gözləmək olar? Bu görüşdən həm də dünyanın diqqəti təbii ki, dünyanın mayın 15-də keçiriləcək. Bəli, diqqəti buradadır. İlk böyük gözləntilər gözləmirəm açığı. Çünki tərəflər hər ikisi ən maksimum, ən sərt tələblər ortaya qoyublar. Ukrayna ilk növbədə özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini ortaya qoyub ki, bu artıq bugünkü şərtlərdə faktiki olaraq mümkün deyil. Rusiyada tutduğu ərazilər təkcə Krım, Donbas, Donetsk, Lugansk deyil, digər əraziləri də öz nəzarəti altında saxlamaqda maraqlıdır. Ən azından 30 günlük atəşkəs elan edilsə ki, Türkiyənin də şərtləri budur. Türkiyə bildirib ki, əgər mən ev sahibliyi edəcəmsə, hər iki tərəf bu şərtlərə əməl eləməlidir. Nədir bu şərtlər? Ankaranın irəli sürdüyü şərtlər 30 günlük atəşkəs elan edilsin. Atəşkəsdən dərhal sonra tərəflər arasında əsir və girovların dəyişdirilməsi baş tutsun. Bölgədə humanitar böhranın həllinə yönəlik addımlar atılsın, qaçqınlara, yəni köçkünlərə humanitar yardımlar çatdırılsın. Heç bir halda mülki infrastruktur hədəf olaraq seçilməməlidir və bu 30 günlük atəşkəs dövründə tərəflər arasında etimad mühiti yaradılsın və bu problem mərhələli şəkildə həll olunsun. Yəni ilkin mərhələdə humanitar məsələlər həll olunsun, növbəti mərhələdə isə siyasi məsələlər, yəni ölkələrin ərazi bütövlüyü məsələsi, sərhədlərin toxunulmazlığı məsələsi. Təbii ki, bu məsələ artıq dalana dirənib. Rusiya həm də bu atəşkəsə əməl eləməklə, atəşkəs çağırışı ilə biraz fasilə götürmək istəyir, biraz pauza götürmək istəyir. Çünki Rusiyanın da özünün imkanları tükənmək üzrədir. Şimali Koreyadan, Çindən, İrandan gələn dəstək sonsuza qədər davam etməyə bilər. Həm də Avropa liderlərinin məhz mayın 9-unda Qırmızı meydanda hərbi parad keçirilən bir dövrdə Avropa liderlərinin Kiyevə ziyarəti, Ukraynaya dəstək verməsi və Rusiyaya vaxt verməsi ki, atəşkəs elan edilməsə, Rusiyaya qarşı daha ağır sanksiyalar, ölümcül sanksiyalar tətbiq ediləcək. Təbii ki, bu Rusiyanı bir qədər çəkinməyə vadar eləyir. Çünki artıq 3 ildən artıqdır ki, iqtisadi, siyasi sanksiyalar Rusiya iqtisadiyyatını çöktürür. Bu müharibəni daha uzun müddətə davam etdirmək mümkün deyil. Amma Putin çox yaxşı başa düşür ki, bu atəşkəs uzun müddət davam elədikcə Ukrayna daha da güclənə bilər. Avropadan silah təminatı, hərbi yardımlar ala bilər ki, bu Ukraynanın əks hücuma keçməsinə və öz ərazilərini geri qaytarmasına səbəb ola bilər. Ona görə 30 gündən çox bu atəşkəsin davam edəcəyini gözləmirəm. Amma elə 30 gün davam etsə belə, bu ən azından bölgədə hərbi əməliyyatların dayanması, insan itkisinin dayanması deməkdir ki, bu da bir sülhə gedən bir ümid deməkdir əslində. Təbii. Əməldən bir məsələ də var ki, Buyurun. iki tirəlik biz görürük, iki ayrı seçkiliyi görürük biz burada. Bir tərəf Ukraynanın, yəni Avropanın bir çox liderləri Ukraynanın yanında olduqlarını deyirlər, amma Rusiyanın yanında isə ABŞ. Yəni burada sizcə hansı tərəflər daha güclüdür və hansı tərəflər burada daha çox güvənlidir özünə? Bugün dünyada ədalət, beynəlxalq hüquq sadəcə danışmaq üçün bir mövzudur. Yəni ikinci mərhələdir. Həlledici məsələlərdə ölkələr öz maraqlarını önə çəkir, öz təhlükəsizliyini, öz müttəfiqləri ilə birlikdə çıxış edirlər. Biz bunu yaxın şərqdə də görmüşük, Ukraynada da görürük. Elə bizim də 30 illik əziyyət çəkdiyimiz Qarabağ münaqişəsində də bizim əlimizdə 4 qətnamə olmasına baxmayaraq heç bir ölkə BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrini qəbul etmək istəmirdi qeyri-rəsmi olaraq və işğalçı Ermənistana dəstək verirdi. Elə bugün də bu dəstək görünür. İstər Fransa olsun, istər bəzi Avropa ölkələri olsun, elə qonşularımız Rusiya və İranın da qeyri-müəyyən siyasəti var. Bəzən Ermənistana açıq dəstək verirlər. Bugün Hindistan artıq Cənubi Qafqazda Ermənistanın əsas dəstəkçisinə çevrilib. Bu baxımdan ölkələr özünə dost müttəfiq toplamaqda maraqlıdırlar və Ukrayna məsələsinə gəldikdə isə Ukraynanı dəstəkləmək Avropanın özünün milli maraqlarıdır.
yaxınlıqlarındadır. Çünki artıq Ukraynadan sonra növbəti hədəf Avropa ola bilər. Avropanın təhlükəsizliyi ciddi təhdid altındadır. Baltikanı ölkələr, Şərqi Avropa ölkələri və Yenə də həmin dövlətlərin öz maraqları burada. Təbii burada bir Ukraynaya simpatiya da var. Ukrayna da hardasa Avropanın bir parçasıdır, amma ilk növbədə öz təhlükəsizliklərini düşünürlər. Əlində olan, qalan bütün silahlarını Ukraynaya verməklə istəyirlər ki, bu münaqişə elə ancaq Ukrayna ərazisində davam eləsin, elə bitəcəksə orada bitsin. Heç bir halda Avropa torpaqlarına keçməsin. Çünki əgər Rusiya Ukraynada qələbə qazanarsa, təbii ki, bununla kifayətlənməyəcək. Uzağı 5 ilə yeni bir hücum taktikası ilə elə ilkin mərhələdə hibrid müharibə ilə, növbəti mərhələdə isə hərbi əməliyyatlarla Baltikanı ölkələr, Şərqi Avropa ölkələrinə, hətta İsveçə, Norveçə qədər də əlini uzada bilər. Bu Rusiyanın uzun perspektivdə bir planıdır. Heç bir halda Rusiya Estoniyanın, Latviyanın, Litviyanın, Finlandiyanın müstəqil bir ölkə olaraq, NATO üzvü olan ölkə olaraq Rusiya sərhədlərində yerləşməsi ilə barışa bilmir. Ona görə Ukraynadan sonra növbəti mərhələ Avropa olacaq. Təkcə Avropa deyil, bəzi postsovet ölkələri ilə də Rusiyanın bəzi hesablaşmaları var Putinin gündəliyində. Bu baxımdan ABŞ-ın bugünkü qeyri-müəyyən siyasəti, yəni Joe Biden administrasiyası da tamamilə Ukraynaya dəstək verən Amerika bugün Trump administrasiyası dövründə qeyri-müəyyənlik nümayiş elətdirir. Gah Putinə təriflər yağdırır, Rusiya ilə maraqlarının ortaq olduğunu bildirirlər, gah Rusiyanı tənqid eləyir, hədələyir yeni sanksiyalarla. Bu baxımdan Avropa artıq Amerikasız tək başına öz təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atır. Elə Avropa liderlərinin də Kiyev ziyarəti bunu göstərir ki, Avropa liderləri artıq narahatdırlar ki, Ukrayna heç bir halda məğlub olmamalıdır. Bu baxımdan ayın 15-də İstanbulda keçiriləcək danışıqlar bütün dünyanın gündəmindədir. Hətta bir ara belə bir söhbətdə gəzirdi. Avropa ordusunun yaranması ilə bağlı bilirsiniz. Çünki alyansın zəiflədiyini də söyləyənlər var. Yəni bu nə dərəcədə real ola bilər? Yəni bu yaransa Ukrayna-Rusiya müharibəsi, yaxın şərq böhranı və son günlərin əsas mövzusu Hindistan, Pakistan məsələsi, yəni Avropa ordusu əgər yaranarsa bu cür münaqişələrə nə kimi dəstək ola bilər və yaxud da onların yanında ola bilər? Ümumiyyətlə Avropa ordusu məsələsi hər nə qədər bildirilsə də, bu barədə danışılsa da asan məsələ deyil. Çünki Avropa ölkələri uzun illərdir ki, NATO-nun çətiri altında çox rahat şəkildə yaşayırlar. ABŞ-ın, Türkiyənin, NATO-nun əsas aparıcı iki ölkəsi olaraq bu NATO alyansı çərçivəsində Avropanın təhlükəsizliyi təmin olunurdu və bugün ABŞ sanki əlini çəkib və NATO-da da üzvlüyünün geri çəkilməsi zaman-zaman müzakirə predmetidir. Trump biz gərəkirsə NATO-dan da geri çəkilə bilərik deməsi Avropanı artıq ciddi şəkildə narahat eləyir və digər tərəfdən Türkiyə faktoru da var. Avropa ordusu dediyimizdə əgər Türkiyə Avropa Birliyinin üzvlüyünə qəbul olunmayacaqsa və ABŞ da NATO-dakı fəaliyyətini tam ya qismən donduracaqsa, artıq Avropa ölkələri öz ordusunu qurmaqla bağlı fikirləşirlər. Amma bunu hansı tərzdə, nə zaman edəcəklər bilinmir. Bir tərəfdən Ukrayna müharibəsi var, bir tərəfdən NATO-nun pasiv durumda olması, digər tərəfdən Türkiyənin yenə də Avropa İttifaqına üzvlüyünə bağlı müraciətinin gündəmdə olması. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan hər zaman bildirir ki, xüsusən də bu günlərdə altını çizərək bildirir ki, əgər Avropa öz təhlükəsizliyini təmin etmək istəyirsə, Türkiyəni öz sıralarına almalıdır Avropa İttifaqından. Bu da bir Avropa üçün ayrıca bir problemdir. Türkiyə kimi böyük bir ölkəni Avropa İttifaqına almaq artıq Almaniyanın, Fransanın Avropadakı liderliyini kölgəyə almaq deməkdir və Avropanın da əsas aparıcı ölkəsi Almaniya və Fransadır. Onlar bunu da istəmirlər, amma öz təhlükəsizliyini də təmin etmək istəyirlər. Ukrayna müharibəsində Türkiyənin də vasitəçiliyinə ehtiyac duyulur. Yəni bu proseslər birbiri ilə əlaqəlidir deyə ona görə Avropa ordusunun bugün yaranması hələ ki mümkün görünmür. Hələ ki bütün güclər səfərbər olunub Ukraynada ən azından 30 günlük atəşkəs elan edilsin, Rusiya ordusunun, Rus ordusunun genişlənməsinin qarşısı alınsın. Təşəkkür edirəm sizə Əhməd müəllim, çox sağ olun. Belə xatırladım ki, biz qonağımız Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Əhməd Şahidov idi. Biz Əhməd müəllimlə həm ABŞ-nin yaxın şərq planı, eləcə də mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna məsələsi ətrafında danışdıq.